Pendurunu yedin mi? Dur. Bəs. Deyirəm bu təzə gəlinimiz yaman nazlı deyə. Nə deyirsən, hə? Sən də gərginləşmirsən, hə? Yəqin uşağa görə də. Uşaq olacaq da ona görə indi belə əsəbsin. Amma narahat olma. Uşaq olandan sonra bütün əsəblərin sakitləşəcək. Düz demirəm, yaşaram. Sabahınız xeyir olsun. Geç. Sabahınız xeyir. Əyləş. Keç. Geç kızım. Geç əyləş. Hamıya da iş olsun. Əyləş. Sağ olun. Dur. Dur gedək işə. Dayan görüm, hara gedirsiniz? Qoy uşaq oturub normal yeməyini yesin. Yeyib. Dur gedək. Sən nə otur? Getmirsən. Yox, yaşaram. Mən gedim restoranda da görüm işlər zatlar nətər gedir orada. Bir olan başının üstündə duran adam lazımdır ya, yox? Nə restoran? Sən bilmirsən. Papa təzə restoranı Kamrana verib axı. Kamran işlədəcək. Sən Restoranı Kamrana verirsən sən. Sonra söhbət eləyərik. Yaxşı? Biz görməliyik. Dayan görüm. Hara gedirsən? Otur yeməyini, otur görüm. Doydum. Sağ ol Ayqa. Sənin üçün olsun. Tahir! Ay, Mustafa, bu günlər hamı elə bir gərgindir biraz. Kamran! Kızım sen yemeğini ye, bunlara fikir verme. Birazdan Kamran'ın elinden süfrede içine kalmayacak. Ye. Yalnız xanım, mən sizə dedim aşağı düşməyin. Mən gördüm hamı ev pozuldu. Sen hiç narahat olma. Bu bizim hemşeki halımızdır. Ye. Sen aç kalma olmaz. Ye. Ay Könül bacı, sən narahat olmaya çörəyi ye, fikir vermə belə şeylərə. Yavaş-yavaş hamısını öyrəşəcəksən. Bu üçüzləri çıxsın, hamısını tanıyıb deyəcəksən bu insanlar necə gözəl insanlardır. Kamran! Sen danışmayanda daha ağıllı görünürsen.